Salam əziz izləyicilər. Yeni bir videoyla qarşınızdayım. Gözəl bir quşlarımız var. Nının 30'u almışdım. Nının 30'u. Onda balaca aydılar. İndi maşallah olsun. Böyüyüblər məhəbbət quşlarımız. Ağla bu yaşılı yox. Bu yaşıl yox. Orada arkada yaşıl var. Bax. O erkəkdir. Ağ isə dişidir. Bunları bir yerdə almışdım. Yəni tutuquşu belə deyək, papuqay almaq istəyənlər əsas nəyə fikir verməlidir? Qəfəs rahat olmalıdır. Bu qəfəsi bu yaşıl quş dostum var. O almışdı. Düzdür, bu quş qozadır. Yaşı çoxdur bu quşun. Erkəkdir həm də. Baxın dimdiyindən görə bilərsiniz. Yəni qoza heyvandır. Amma bunlar hardasa belə deyək 4 ay olar ya olmaz, yəni 5 ay 6 ay olsun belə. Balaca almağımız yaxşıdır, yəni balaca uzun ömürlü söhbəti var. İndi adam quşa öyrəşir. İndi sakit durublar. Sakit durublar, amma 2 dənə quş evdə yəni durulası deyil. Gözəl heyvandır həqiqətən də. Həvəs olmalıdır birinci növbədə, ikinci növbədə baxım lazımdır, mütləq baxım olmalıdır. Təmizliyinə baxmaq lazımdır, heyvanları sevmək lazımdır. Baxın, yəni mən belə qəfəslər hardasa 30-25 manat civarında olur bu ölçüdə qəfəslər. Yəni qəfəsə bir 5 dənə 6 dənə quş yerləşər. Düz, yəni çox quş yığmaq məsləhət deyil, nə baxımdan? Yerləri də aşağı olar ona görə. Yəni yer balaca olmasın. Quş içəridə rahat nəfəs almalıdır, rahat oynamalıdır. Baxın necə oynayırlar. Yəni yerləri rahat olmalıdır. Belə bir dəst şəklində satılır. Yem qabısıdır. Bir dənə ayaq altı verilir, bir dənə su qabı verilir içində. Bir dənə də yerlənzər verilir. Yəni belə. Amma əlavələr məsələn mən ağac qırmışam çöldən, maraqlı olsun deyənə zeytun ağacı idi. Çöldən qırdım, içinə yerləşdirdim ki heyvana maraqlı olsun. Bu məhəbbət quşunda bir xasiyyət var ki, yarpaq qoymurlar. Nə qoysan yarpaq qoymurlar. O adi bir göyərti və yaxud şüyd sallayırsan yuxarıdan, onu yəni yeməsələr belə onu qoymurlar orada. Onu yerə tökməlidir mütləq. Tökürlər yerə. Yəni təmizlik, baxın, evdə yəni təmiz qalsın deyənə isti yer olsun, stolun üstünə qoyulsa fərqi yoxdur. Belə bir 3 manat 4 manat arasında torbazlıqdır. Bunu istədiyiniz qədər yuxarı çəkmək olur. Böyük razmerini alırsınız. Onda yediyi yeməklər yerə tökülmür. Yəni ev təmiz qalır. Amma çölə çıxardanda, bizdə həyət evidir, çölə çıxardanda mən bunu çıxardıram ki, quşlara hava dəysin. Yəni belə bəzəmişəm. Belə oyuncaqlar almışam 2 dənə. Asılqanlardır, baxın. Yəni bu məhəbbət quşları oynamağı sevir. Yəni çox sevir oynamağı. Ayhan, quşlarımızın adı nədir? Birinin adı Günəşdir. Günəş qoymuşduq ki. Hə, mən Günəş qoymuşam. Hansı? Hə, sənin quşun Günəşdir. Qoca var, onun adı Günəşdir. Yox, o qoza, oğlandır, yox. Yaxşı qız Ayhan. Hansı? Günəşdir. Ayhan? Yunusun adı nə idi? Yunusun adı Süpardemdir. Onun adı nə idi? Onun da adı Batman'dir. Tuntun Sahur qoyub adını. O Tuntun Sahur. Tuntun Sahur nədir? O da şeydir, mən onun adını qoymuşam Batman. Yaşlının adını Batman qoymusan. Bəs sən qızın adı nədir? Günəş. Günəş. Hə, quşlara ad qoymaq vacibdir, çünki quşları çağıranda adı ilə çağırmaq lazımdır. Düz, yəni insan adı yox. İnsan adı insanlara aiddir.
yaxşı olar ki, heyvanlara maraqlı ad fikirləşmək lazımdır. Baxın, bir meldir. Bu mel mütləq lazımdır. Burada deməli kömürdür, buzdur. Bunlar yəni 8-9 ay gedir. Bir dəfə alırsınız, 8-9 ay gedir. Yəni çox getmir. Yunus, nə oynayırsan balam? O nə də ha? Miniyə. Bunu papqaylar üçün qoymuşsan bunu. Xoşlayırlar onu. Papqaylar xoşlayır onu. Mişkası da var. Qorxulu mişkası da qorxulu var. Qorxulu ayıcıqdır o, ayıcıq. Yo, mişka. Ha. Aycıq üstündə. Oy, görək. Quşlar çimməyi xoşlayır. Yəni yayda, yay aylarında. 2 gündən bir, 3 gündən bir. Düz yəni çox adam məndə yer balaca olduğuna görə, yəni su qabı qoymamışam içinə. Su qabı belədir. Buradan asılı formadadır. Baxın, görə bilərsiniz, asılı formadadır. Amma yeri böyük olanlar üçün böyük qəfəslər var, hansı ki, onlar üçün su qabı içinə qoymaq lazımdır. Çünki həm içirlər, həm çimirlər, yəni o baxımdan deyirəm. Belə. İnşallah artırmaq fikrimiz var. İndi həyətdə bir yer düzəldib gələcəyinə. Bunlardan bala alandan sonra dişi arı qatandı. Qalıb 2 dənə erkəyin arasında. Təmiz heyvandır. Özünü təmizləyir. Biti olmur, birəsi olmur. Tuntun sahur. Yunus, tuntun sahur buydu. Ama demədim ki, ayağının yanında tuntun sahur. Ayağının yanında tuntun sahur var. Ben ayağından hep ayağından tuntun. Əli vurma da, əli vurma. Üstüme sakı tuntun. Qorxurlar. Ayda da oraya benim bir amcasın yap. Birası kalıp. Bir talim başına dedi. Talim başına. Dışarıda bak, tamam. Dışarıda bak. Ayağın nə demək istəyirsən abunəçilərimizə və yaxud abunə olmayanlara? Nə Abone bildirmək? olsunlar, like atsınlar, bir de yorum yazsınlar. Nə yazsınlar yorumlarda? Kuşlar haqqında yazsınlar. Okey. Yunus, sən nə deyirsən? Hə? Abunə olsunlar. Dinə də, dinə də. Görüşürüz. Bye bye.